Bakıda adını tez-tez eşitdiyim o məşhur məkan Tiumi Bubble çayları ilə tanınır. Deməli bu həm südlü, həm də meyvəli yeni nəsil içkilərdir. Əslində buranı çox adam tanıyır, amma həm də çox adam mənim kimi adını eşitsə də dadını bilmir. Ömrümün 36-cı ilində ilk dəfə belə bir dadı kəşf etmiş oldum. Biz deməli 2 cür südlü və 3 cür meyvəli çay götürdük. Çay da deyirəm, birdən elə bilərsiniz, dədə-baba qaydasında verilən samavar çaydır. Yox, bu tam fərqli dad və keyfiyyətdir. Bir növ kokteyl kimidir, amma deyil. Südlü içkilərdə tapioka topları, meyvəli olanlarda isə bobolar və kokos jelesi ağızda fərqli dad yaradır. Yeri gəlmişkən onu da öyrəndim ki, bu Çin mətbəxindən gəlir və həqiqətən çox unikal dadı var. Mən açığı südlü variantları çox da bəyənmədim, amma südsevər dostlarınız 100% bəyənəcək. Qiymətləri təxminən 7-10 manat arasında dəyişir. Bir də bu cür içkilərin yanında dadı da görünüşü kimi rəngarəng olan moçilər verilir. İçi kremlidir. Mən bəyəndim, amma dostumun xoşuna gəlmədi. Biz Tiumi'nin gənclikdə Ceyhun Hacıbəyli küçəsindəki filialında olduq. Məkanın 2 salonu və həyətdə belə qəşəng xudmani masaları var. Buradan başqa Sahil bağı, Dalğa Beach və Sibris filialları da fəaliyyət göstərir. Desəm ki, bu içkilər üçün ürəyim getdi, yalan demiş olaram. Amma bura üçün ürəyi gedənlər var. Heç vaxt dadına baxmamısınızsa, maraq üçün ən azı bir dəfə yoxlamağa dəyər. Tiumi, yəni çay, sən və mən. O adamı da götürün, gəlin bura. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.